Gözəl anam, əgər narahatsa, yəni onu edək. Şəhid Səməndərin sinif yoldaşı, şəhidlərin canlı şahidi, bizim qürur yerimiz, dəyərli qazimiz Ramil müəllim Nağıyev buyursun. Ben size teşekkür edeceğim. Sözlerinize göre minnətdarım edirəm. İlk növbədə mən həm öz adımdan, həm 1-ci Qarabağ Savaşında iştirak etmiş bütün döyüşçü yoldaşlarım adından bütün tədbir iştirakçılarını salamlayıram. Yüce Allah'ın dövlətimizin suverenliği və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş bütün döyüşçülərimizdən, müqəddəs şəhidlərimizə Allah'tan rəhmət edirəm. Hər bir şəhidimizin valideynləri qarşısında baş əyirəm və dərin ehtiramı bildirirəm. Allah'a çox şükür ki, bu günlərim Müzəffər Ali Başkomandanın rəhbərliyi altında döyüşən Azərbaycan ordusu düşmandan qisasımızı aldı. Bütün xalqımızın yıxamızda olan o ləkə 30 illik həsrətə son qoyuldu. O ləkəni canı ilə, qanı ilə yuyan müqəddəs şəhidlərimizin ruhu şad oldu. Kifayət qədər məndən əvvəl burada bizim dəyərli şəhid ataları, şəhid anaları, şəhid ailə üzvləri hamısının qarşısında baş əyirəm. Gözəl fikirlər səsləndirdilər. Bugün şəhidlərimizin ruhu şaddır. Mən bütün bugünkü tədbirdə iştirak etmək həm çətindir, həm qürurludur. Çətindir ona görə ki, əvvəla bu kəndin 2 şəhidi yox, 18 şəhidimiz var. Allah hamısına rəhmət eləsin. Allah bütün şəhidlərimizi cəmi rəhmət eləsin. Bugün 2 qəhrəmanımızın, necə deyərlər, onların xatirəsi ilə bağlı görüşdəyik. Çətinlik çəkirəm ona görə ki, bax bu şəklini gördüyünüz bu 2 döyüşçü 30 il əvvəl bunların 18 yaşı var idi. Yəni o 18 yaşa qədər, bunlar həlak olduğu günə qədər biz bir yerdə olmuşuq. Gençliğimiz de bir de gezişçi, futbol oynadığımız günlerde bir yerde olup, uşaqlığımız da bir yerde olup, partanın arkasında əyləşdiyimiz günlerde olup, silah götürdüğümüz günlerde bir yerde olup. Bugün bu gençlerin 50 yaş tamam olur. Ama 18 yaşında onlar elə bir əlçatmaz zirvəyə ucaldılar ki, biz güman eləmirəm ki, biz ora çatarıq. Allah dərgahında ən uca məqamında dayanan şəhid bizim başımızın tacıdır. Mənim üçün bir döyüşçü kimi elə bilirəm ki, Hacıbədəlinin 18 şəhidi, 18 dənə başının tacı var. Mən onlarla qürur duyuram, fəxarət keçirdirəm. Bu 2 qəhrəmanın haqqında dediyim bütün Azərbaycan uğrunda şəhid olan döyüşçülər haqqındadır. Mən onlarla qürur duyuram. Hesab edirəm ki, kimsə məni axtarsa, qoy məni o şəhidin bizədir, ayaqları altında mən axtarsınlar. Çünki mənim də ürəyim oradadır. Çünki onlarla mən çiçiyinə döyüşmüşəm. Vaxtınızı çox almaq istəmirəm. Qarabağ uğrunda, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan hər bir döyüşçümüzün xatirəsini əbədiləşdirmək, onların ailəsinə ehtiram, onların ruhuna ehtiram üçün dövlətimiz tərəfindən, şəxsən ölkə rəhbəri tərəfindən silsilə tədbirlər həyata keçirilir. Yəni biz bunu mətbuatdan gözümüzün qarşısında izlədiksə insan bir qürur hissi keçirilir. Bu tədbirə layiqdir. O cümlədən də bugünkü tədbirimiz, bugün Hacıbədəlli kəndində 2 qəhrəman döyüşçümüzün xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunmuş tədbir doğrudan da tədbirə layiqdir, alqışa layiqdir. Bu tədbir tək o şəhidlərin ruhuna olan ehtiram deyil, tək o şəhidlərin ailə üzvlərinə olan ehtiram deyil. Bununla paralel olaraq bugünkü tədbirimizdə iştirak edən bütün gənclərimiz üçün tərbiyəvi əhəmiyyət baxımından çox böyük əhəmiyyət kəsb edir. Yəni bu baxımdan vətənpərvərlik mövzusunun hər zaman aktual olduğu üçün təbliğat baxımından bu tədbirin çox böyük əhəmiyyəti var. Buna görə mən ilk növbədə bu tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirmək istəyirəm. İştirak edən, etməyən hər kəsə minnətdarlığımı bildirirəm. İştirak etmək hər birimizin mənəvi insanlıq borcudur. Yekun olaraq çıxışımız sonunda hər zaman dövlətimizin ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda canın fəda edən qəhrəmanlarımızın necə deyərlər, onların ruhuna olan ehtirama görə, şəhid ailələrinə göstərilən Qarabağ qazilərinə, müharibədən zərər çəkmiş hər bir döyüşçümüzə göstərilən yüksək diqqət, qayğı, belə bir möhtəşəm silsilə tədbirlərlə bağlı ilk növbədə dövlətimizə, Müzəffər Ali Başkomandanımıza, möhtərəm prezidentimiz Cənab İlham Əliyevə, rayon rəhbərliyinə,
bugünkü tədbirin təşkilatçılarına, o gənclərimizdən tutmuş bütün ağsaqqallarımıza qədər tədbirimizin aparıcısına kimin əziyyətli xidməti varsa hər kəsə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bir daha yekun olaraq o qəhrəman döyüşçülərimizin əziz ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Diqqətsiz görə hər kəsə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm. Və mən bir şəxsin də adını çəkmək istəyərdim. Bu kəndin, bu elin, bu obanın ağsaqqalları. Mən unuttum bayaq adını demədim, amma indi deyim, xahiş edirəm operatorlar iri planda işıqlandırsın. Mayıs ayı oğlu Toğruldan bütün şehitlərin dəfnində iştirak edən bir şəxsiyyətdir. Yuxarı kəndlərdə mən bunun canlı şahidiyəm. Alternatif yollarla gedib dəfn edirdik ki, vururdular da Qaraxanlı, Boyad, Bilağanlı, Hacılar, yuxarı gəlin bu tərəflərdə. Yəni mən buna canlı şahidiyəm. O mərminin altında o kişi hər birisini lentə alıbdır. Mən sizlərə atanıza da sana da mən şəxsən təşəkkürümü bildirəm. Və bir şəxsin də üzrxahlığını qeyd edim ki, Hikmət müəllim xüsusi təyinatların 94-cü ildə dəniz pişiklərində xidmət etmiş kəşfiyyat komandiri Seyid Elman Əsədullayev zəng edib qadını burada ürəyi sizləndir. Gələ bilməsə də ürəyi bu tədbirlə döyündüyünü zəngi ilə sübut etdi. Allah ondan da razı olsun. Və mən şəhid mövzusunda nə çıxış etmişəmsə də hamısını mən Seyid Elman Əsədullayeva borçluyum. Çünki onun o ağzından tökülən o sözləri bir deyək də yaxşı mənada oğurluq yığmışam, danışıram. Allah can sağlığı versin. Və bu günləri şəhid Səməndər Məmmədovun, şəhid Kərimov mübarizin qardaşlarından kim çıxış etmək istəyirsə, hər birinin adını mən tanımadım, xahiş edirəm. Hər birisi yaxınlaşsın, onları da, qardaşlarını da ürək sözlərini işləyək. Amma şəhidimizin dayısı, Ələmdar dayısı danışmaq istəyirsə, xahiş edirəm, yaxınlaşsın. Çox xahiş edirəm, mən üzr istəyirəm, o şəhidlər istəyirəm tanımadığıma görə. Hər birisi kim söz demək istəsə yaxınlaşsın, xahiş edirəm. Mən bugünkü bu işi təşkil edən bütün hər kəsə təşəkkürümü bildirirəm. Mən Səməndər Şahlar oğlunun dayısıyam. Mərifətli, mədəniyyətli bir oğludur. Vətən uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və öz gözəl bacımın əllərini öpürəm. Bu qədər. Və durun burada. İkiniz də Hikmət müəllimin nəvələri. Allah qorusun. Gəlir burada. Gəlir burada. Mən bir çıxış edəcəm. Ondan sonra bizi təmsil edəcək olan, gələcəkdə bizim yerimizdə durub aparıcılıq etmək qabiliyyətləri olan bax bu şagird balalara söz verəcəm. Demək, 2 əsrdən bəri ilk dəfə idi ki, yeganə bir dövlət ki, bütün 4 bir sərhədləri olan dövlətlər ki var, öz torpaqlarımızla sərhədik. 2 əsrdən sonra bu zəfəri qazandıq. İnşallah bu zəfərlərin sayı daha çox olacaq. Bir şeir demək istəyərdim, tarixi nüanslardır. Onlardan sonra bax bu gözəl balaların şeirlərini eşitəcəyik. Parçalandım min illər, bölündün dilim dilim. Yaş attı dərdinə, ağladı göyçə gölüm. Başqa adla yaşadı, yat kimi yurdum, elim. Dərbənd şimalda qaldı, quzuya döndü Zəncan. Torpaqlarına qurban, vətənim Azərbaycan. Türkmen çayın fermanı sənə həsrət gətirdi. Buna dəvat tapmamış Qarabağı itirdi. Gülistan gül yerinə tikanlı sim bitirdi. Dərdimizə gülməyi məcbur eylətdi nadan. Göz yaşlarına qurban, vətənim Azərbaycan. Təbrizə ana dedik, bizi yetim qoydular. Hak deyən igidlərin dərsini soydular. Əsrlərdir
düşündük güt doydular. Yağya şirin geldi. İçdiyonla hakkan. Şehitlerine kurban. Vətənim Azərbaycan. Qazilərine kurban. Vətənim Azərbaycan. Qərarla Zəngəzurun vətən oldu dıqaya. Özgenin kölgesinde çevrildiler ağaya. Güllelendi didildi kocadan ta çağaya. Yaxşı neyim vardısa uğurlandı soracan. Servetlerine kurban. Vətənim Azərbaycan. Ağrı dağım, ağrıdan qocaldı, xəstə düşdü. Xarı bülbülüm yandı, odda alovda pişdi. Laçın məğrur qartalı qaralara dəyişdi. Hələ də güllələnirdim məzarından natavan. Acılarına kurban. Vətənim Azərbaycan. Borçalıdan tək qalan xatirə dolu yaddaş. Şirin yalanlar ile ovulmuşuq biz qardaş. İntiqamım ağırdı, kesilecek neçə baş. Döyüş elinde silah, sen bütöv olacaksın. Galip gününe kurban. Vətənim Azərbaycan. Ve oğulların sayesinde Azərbaycanım galip bir devlet oldu. Ve Azerbaycan ordusunun taktikasını bütün hegemon devletler o taktikadan istifade etmeksizdir ki bunlar neynedi 44 güne bu boyda torpaqları işğaldan azad ettiler. Ben gurur duyuram ve bütün şehit analarının, atalarının, bacı kardeşlerinin, balalarının, şehit ailelerinin, gazilerin her birisinin karşısında ben baş eğirim.